Göyçayın Cəyirli kəndində Vətən müharibəsi şəhidi Ömərli Kənan İlxan oğlunun anım günü keçirilib. Bu gün Göyçay rayonunun Cəyirli kəndində Vətən müharibəsi şəhidi qəhrəman Ömərli Kənan İlxan oğlunun anım günü tədbiri keçirilib. Mərasimə şəhidin ailə üzvləri, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər qatılıblar. Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Ardınca Kənan Ömərli haqqında çıxışlar edilib, onun müharibədəki döyüş yolundan göstərdiyi cəsarət və qəhrəmanlıqdan bəhs olunub. Qəhrəman oğlumuzun həyat yolunun və mübarizəsinin gənc nəsil üçün örnək olduğu vurğulanıb. Şəhidin ruhuna dualar oxunub, vətənpərvərlik hisslərini gücləndirmək məqsədi ilə məktəblilər tərəfindən vətənə həsr olunmuş şeirlər səsləndirilib. Tədbir iştirakçıları şəhidin məzarı üzərinə gül dəstələri düzüb, onun qəhrəmanlığını bir daha yad ediblər. Cəmiyyətdə gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onların göstərdiyi fədakarlıq nümunəsinin gələcək nəsillərə çatdırılması məsələləri diqqətə çatdırılıb. Tədbir bir daha göstərdi ki, Azərbaycan xalqı öz qəhrəman oğullarını heç vaxt unutmur, onların əziz xatirəsi daima uca tutulur və vətən uğrunda canından keçənlər heç zaman unudulmaz. Etibar Bəşirov, Göyçay naminə.